Salam əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və MKTV izləyicilərimizə. Demək, son araşdırmalarımız bunu göstərir ki, Amerikanın Ankara Büyükelçisi Tom Barak və Suriyadan sorumlusu olan Tom Barak son açıklamasında Ağdeniz'den Xəzər kimi İsrail koridoru deyərək və buna İsrail başta olarak, yani İsrail anlaşması, İbrahim anlaşması ya Türkiye'miz buna dahil olacak, imza atacak ve İsrail'le ilişkilerini, düzəllər, ticari əlaqələrini edəcək ve İsrail'in bölgede nə elədiyinə göz yummalıdır. Ya biat edəsiz, ya da iç savaşa yürükləyə bilərlər. Etnik, kimlik, her yerde olduğu kimi mezhep savaşlarına. Türkiye'mizin üzerine çok büyük tehditler var, tehlike var. Bu araştırmanı neçə gündür bu Tom Barak'ın sözlerini araştırıram ve son dünənləri Azərbaycandan kalkan Türkiye Silahlı Qüvvələrinin Kargo C-130 təyyarəsinin, uçakının Gürcistan sınırında düşmesi, hala bu barədə də bir açıklama yoktu. Bu təhdidlərin böyük rəsmi gördükdə bu olaylar bir-birinin ardınca gəlir. Bunların istədikləri Suriyanın küzeyində şimal hissəsini bölərək federativ Durzilər üçün dövlətlər yaratmaq və əgər Türkiye'miz İbrahim anlaşmasına imza atacaksa Suriye'nin bir bölgesinde Türkiye'ye yer verilsin. Bunların anlaşmasında bu gedir. Jolani'nin dönenleri Amerika'da İbrahim anlaşmasına imza atmaması da ve MİT İstihbarat Başkanı Hakan Fidan'ın da dəstəyi ve Amerika'da olması bunun göstericisi. Hal-hazırda Türkiye'mizin üzerine büyük tehditler var. Ya biat edəsiz imperialist güclərə ya da iç savaşa sürükleyecekler. Bura her türlü etnik, mezhep, her türlü savaşlar aça bilərlər və Suriyada 60 bin, 70 bin, 80 bin deyilən YPG silahlanması ve son dünənləri Kərkükdə seçimdə Türkmenlere saldırılar. Berzani ve Talabani'nin askerleri tarafından, yani Kürtçüler tarafından. Bu olaylar hamısına diqqətlə baxdıqda ve en son uçak olaylarına baxdıqda Türkiye'miz çok büyük tehdit altında. Ve buradan Türkiye halkına, 86 milyon Türkiye halkına, Türkiye Cumhuriyeti əsaslarından, aziz kardeşlerim, birliğinizi qoruyub saxlayasınız. Başka yolumuz yoktur. Artık seçim, herkes seçimini etmelidir. Ve medyalarda biləsiz, kim, hansı medyalar Tom Barak'ı öyürsə də, tərif verirsə də, bilin ki, onlar satılmış xainlərdir. Hansı siyasi partiyalar, kimlərsə Tom Barak'ın dediklerini öyürlərsə, tərif verirlərsə də, bilin ki, onlara satılmış xainlərdir içimizdəki. Və çox kirli oyunlar gedir. Hem bölgede, hem Türkiye'mizin üzerine, esas da Türkiye'mizin üzerine. Çünkü en büyük güç, ulusal, unitar devlet bir tane Türkiye Cumhuriyetimizdir. Ve bunu da bölgelere bölmek, iç savaşa sürüklemek istiyorlar. Ona göre de ya deyirlər, biat edəsiz, Abram ittifaqına, İbrahim ittifaqına imza atasız, ya da ki, her bir tehdit, her bir terör, her bir suikastlar gözlenebilir. Ve 2 gün bundan önce de Amerika'da Türk duran devletlerinin, Türkistan devletlerinin derhal çağrılması ve orada İbrahim Anlaşması'na da Kazakistan'ın imza atması, Kazakistan da tehdit altındaydı. Başka yolu yoktu. Bu araştırdığım büyük resmi gösteren ancak budur. Ona göre hem Kafkas, yani dediği kimi Ağdeniz'den, Ege'den, Xəzər dənizinə kimi İsrail anlaşması, yani İbrahim anlaşması. Başında da İsrail durmaq şərtilə.
və Trumpın da hər bir hökuməti, hər bir dövləti buna imza attırması və imza attıran kimi dərhal İsrailə Netanyahu telefon açıb xəbər verir ki, məsələn, Qazaxıstanda imza attı, Azərbaycanda imza attı, Suudi Ərəblərdə imza attı. Bir bölgədə dirənən tək Türkiyəmizdir. Əziz qardaşlarım, bu şeylərə diqqət etmək lazımdır. Çox təhlükəli oyunlara gəldik, çıxdıq. Burada ya varıq, ya yoxuq məsələsi, konusudur. Birliyimizi saxlamalıyıq. İçərdən birliyimizi saxlamalıyıq. Kimisə fitnələrinə, fəsadlarına, hansısa siyasi partilərin satılmışların, xainlərin sözlərinə inanmaq olmaz. Allah'a emanet olun. Nə mutlu Türk'üm diyene.